Belə etsəz heç zaman o peşman olmayacaqsınız, heç zaman incitməyəcəklər sizləri, heç zaman o qəlbiniz, zehniniz o bulanmayacaq. Salam məzələyicilər. Bu videoda sizlərlə insanlara o dəyər vermək, insanlara o verdiyimiz o dəyərin haradan o qaynaqlandığı və ego haqqında müzakirə aparmaq istəyirəm. Bu barədə bir neçə short videosu yayımladım, lakin ətraflı o video olmasında yəni fikirləşdim ki, bu mövzu ətraflı bir izahat sizlərlə müzakirə aparmalıyıq. Video başlamazdan əvvəl xahişim sizlərdən kanalıma abunə olmağınız, videolarımı bəyənirsinizsə bəyənməyi, fikirlərinizi rəylərdə qeyd etməyi sizlərdən xahiş edirəm ki, bunları unutmayın. Bu mənim üçün böyük bir motivasiya və dəstəkdir. Biz insanlara o dəyər veririk. Bizim üçün o dəyərli insanlar, önəmli insanlar və dəyərsiz insanlar olur. Və bunun o bir təməlini, bu dəyər hissini, o dəyər verməyə o təməlinin haradan gəldiyini isə heç zaman fikirləşmir. Yəni biz insanlara niyə o dəyər veririk? Yəni hansı bir konsepsiya əsasında insanlara o dəyər verməyi seçirik və bizim o dəyərli insanlar nələri o görə formalaşır, nələr etdiklərinə görə formalaşır, nə cür xasiyyətlərinə görə biz o insanlara o dəyər veririk. Bunları müzakirə etmək istəyirəm sizlərlə. Demək əzizləyicilər, başlayaq hər şeyin o təməlindən. Birinci variant bizim eqomuzdur ki, eqo nədir? Onu izah edim. Eqo əşyalara, o cisimlərə o müəyyən bir adlar verərək, onları o məxsusi, o şəxsi malımız bilərək, artıq özümüz onlardan biri olmağımızı, yəni əşyalara bağlanmaq, o maddiyyata bağlanmaq, o dostları bağlanmaq, o sevdiklərini bağlamaq və özünün o varlığını artıq onlarsız fikirləşə bilməməkdir eqo. Eqonu egoistliklə qarışdırmaq olmaz. Egoistlik başqa bir xüsusiyyətdir, amma eqo sahib olduqlarınızsız özünü fikirləşə bilməmək duyğusudur və bu çox təhlükəli bir duyğudur. Və insanlara o dəyər vermək biçimini egoya bağlasaq, bundan əvvəl bir şey vurğulamaq istəyirəm ki, bizlər bəzən səhv insanlara səhv dəyərlər yükləyərək, sonda gələcəkdə peşman olmaq həddinə gəlib çatır və bu bizə bəzən çox bir yıxıcı bir təsir verir. Bunlar hamısı egoya görədir. Çünki ego deyək ki, sizin düşüncənizdə, xəyalınızda müəyyən bir yəni insan tipi var ki, onunla dost olmaq istəyirsiniz. Amma bunu siz bilməsəz də, sizin şüuraltınızda, zehninizdə bu kodlaşır. Və gələcəkdə həmin insanla həyatınızın hansısa bir dönəmində qarşılaşdıqda, münasibətdə olduqda, sözünüz uyğunlaşdıqda və ya sözünüzün uyğunlaşmadığı bir yerlər olduqda, artıq sizin eqovuz öz fəaliyyətini keçirsin eqovuz və yəni həmin insan ki, sizin yəni ki, o zehninizdə kodladığınız insan, belə deyək, təbii ki, prototiplərinə uyğundur, insan biçiminə uyğundur ki, həmin insanla siz dost olmaq, yaxın olmaq və ya sevgili olmaq istəyirdiniz. Həmin insan sizlə qarşılaşdıqda, həmin insanın xasiyyəti sizə uyğun olmasa da belə, həmin insanın müəyyən bir davranışları sizə uyğun olmasa da belə, bunu siz şüuraltı olaraq bilsəniz belə, sizin eqonuz həmin şəxs tapdığı üçün həmin o şəxsi əldən verməməkdən ötrü sizi həmin insana bağlayır. Artıq sizi həmin insansız həmin insanla dost olmaqsız, həmin insanla sevgili olmaqsız fikirləşmir və həmin insanda zehni olaraq bir bəyənmədiyiniz və ya fiziki olaraq bəyənmədiyiniz digər xırda xüsusiyyətləri isə görməzdən gəlir və həmin insana yaxın bir dost kimi, yaxın bir insan kimi və ya sevgili münasibəti kimi artıq sizin zehninizdə bir kod yaradır ki, bu sənə filan sahədə bağlı olan insandır. Amma əslində sizi ona bağlayır.
Belə olduqda o sizlər həmin insana o şüursuz o şəkildə o dəyər verirsiniz. O şüursuz o şəkildə onu önəmli o görürsüz, onun etdiklərini. Onun o belə deyək, ən xırda fikrinə, ən xırda sevincinə, ən xırda o davranışını o müsbət qarşılayırsınız. Və o sevmədiyiniz xüsusiyyətləri də ara-sıra o görürsüz. Ancaq sizin sahib olduğunuz ego onları o görməzdən o gətirir sizə. Yəni o sizə onlara önəm verməməyinizi o çalışır. Belə olduqda artıq o zaman o keçdikcə, o müəyyən bir zamandan sonra artıq, o sevmədiyimiz xüsusiyyətlər ki var, onlar ki, o qabarır artıq, o çoxalır. Sizin artıq o görməməkdən o gəlməyiniz o kimi o bir vəziyyətdən o çıxdıqda, siz artıq o xüsusiyyətləri o görürsüz və dəyər verdiyiniz insandan elə bir halın, elə bir zərbəni alırsınız ki, təmiz, yəni ki, necə deyim, o qəlbiniz o qırılır, o dəyər hissiniz, o dəyər vermək, düşüncəviz suallar altına o düşür ki, mən nə tip insanlara o dəyər verirəm, o dəyər vermək üçün hansı stereotiplərə, hansı qanunlar çərçivəsində irəliləməliyəm, o dəyər hansı insanlara verilməlidir həqiqətən də. Bu tip suallar altında artıq zehinaltı olaraq müzakirələrə o başlayırsınız ki, bu dövr o sizlərin o yalnızlıq, o çəkilmək, yəni zehni olaraq yalnızlıq, o çəkilmək, fikirləşmək, o düşüncələr arasında o qalmaq o dövrünüz olur. Bu dövrdə o bir çox insan o depressiyaya o düşür, o bir çox insan o daha da sərtləşir, o bir çox insanın, xasiyyəti bir 90 dərəcə fərqliləşir. O bir çox insan, nə bilim, o susqunlaşır, o bir çox insan əsəbiləşir, amma ki, o müəyyən bir fərqlər olur insanda, yəni həmin o dövrdə. O sizə bunu izah etdikdən o sonra bildirmək istəyirəm ki, o dəyər o vermək istəyirsinizsə insanlara, bu tip, yəni ki, o depressiyanı, susqunluğu və ya əsəbilik o dövrünə o keçmək istəmirsiniz, həmin o dövrü yaşamaq istəmirsinizsə, yəni mütləq egovuzu susdurmalısınız. Egovuzu o təmiz məhv edə bilməzsiniz. O çünki ego bu dünya o görüntüsünə hakimdir. O yəni bizim eqomuz olmazsa, o bizim izləyici, o bu dünya o görüntümüz olmaz. Bunu sizə bundan əvvəlki videoda izah etmişdim. Əgər izləməmisinizsə, yuxarıdan o daxil olub izləyə o bilərsiniz. O demək ki, bizlərin şüuraltı sistemimiz var. Şüuraltı o sistemimiz Tanrıya məxsusdur və bütün insanlıq üçün vahiddir. Şuur sistemimiz o var ki, şuur sistemimiz həmin o şüuraltı sistemindən demək ki, qaynaqlanan o bir zehni fəaliyyətdir, şuursal fəaliyyətdir. O bizim alt zehnimizdə o bizi idarə edir və onu biz ancaq tək qaldıqda və dərin fikirləşdikdə sahib olub və ondan o qərarlar o verə bilirik. O çünki ego sistemi, yəni o bu dünya həyatını yaradan sistem, o bizi o qədər o başımızı o qatırır, o qədər o bizi xəyallara, o yansıtmalara məruz eləyir ki, biz artıq o şuursal fikirləşə bilmirik və eqosal fikirləşirik. Eqosal da sahib olduqlarımız axır əvvəl o bizi yaralayır. Ona görə də insanlara o dəyər verdiyiniz, insanlara önəm verdiyiniz əsas o meyar olaraq onu götürün ki, əgər o bir insanda sevmədiyiniz, o bəyənmədiyiniz bir kiçik xüsusiyyət o belə varsa, həmin insandan o müəyyən bir o pərdə saxlayın. O çox əziz, o sonsuz, o dəyərli o kriteriyasına həmin insanı o daxil etməyin. O çünki o kiçik bir o sevmədiyiniz xüsusiyyət, o kiçik bir o yanlış o gördüyünüz xasiyyəti əgər o insan olarsa, o bir davranışı, o yəni fərq etməz. Sevmədiyiniz o bir kiçik nəyisə olarsa həmin insanın xasiyyətində və ya davranışında və o sizin egovuz o anlarda o sizə onu o görmənizdən o gəltirməyə o çalışsa da, o çalışın onları o görmənizdən o gəlməyin. O yəni o dünyəvi fikirləşməyin. O bu mənimdir, bu mənim o seçdiyim o kriteriyadır. O
o qalan xüsusiyyətləri o boş ver, məsəl bunu o tapmışam. Bu tip fikirləşməyin. Yəni o çünki o kiçik bir o sizin sevmədiyi bir xüsusiyyət o və ya davranış ki olacaq, onu görməzdən, gəlsəniz, artıq o böyüyəcək, o toxum atacaq, o yetişəcək və haçansa sizi o xüsusiyyət, o görməzdən o gəldiyiniz o sahə yaralayacaq. Ona görə də hər zaman emosiyalar ilə o deyil, şuursal fikirləş. Emosiyalarımız eqodan qaynaqlanır. Ancaq, şuursal fikirləşmək isə emosiyanı o bir kənara o qoyaraq məntiqsəl, o məntiq üzərində bir qərar verməyimizdən yəni ki, o formalaşır şuursal fikirləşmə. Məntiqsəl fikirləşirsinizsə, emosiyalarsız fikirləşirsiniz, artıq siz, şuursal fikirləşirsiniz. Amma bu tip sizin, fikirləşməyiniz və sonda bir qərara o gəlməyiniz hər zaman sizin xeyrinizə olacaq. Yəni videoda o sizlər çatdırmaq istədiyim ondan ibarətdir ki, insanlara o dəyər verərkən, insanları önəmli o kriteriyalarına salarkən, o birinci önəmli uşaq, ikinci, üçüncü o və sairə, insanlarda olan o bəyənmədiyiniz xüsusiyyətlərə bir incələyin, o məntiqsel olaraq incələyin və əgər o bəyənmədiyiniz xüsusiyyətlər o varsa, nə qədər o bəyənmədiyiniz xüsusiyyət o görsəniz, onları o görməzdən o gəlmək yerinə şuursal və məntiqsel fikirləşərək həmin insanı o önəmli və dəyərli insanlar siyahısında ikinci, üçüncü, o dördüncü o səviyyələrə o daxil edin və bunu məntiqsel olaraq o qəbul edərək özünüzə bir qanun, bir kriteriya olaraq seçin. Belə etsəz heç zaman o peşman olmayacaqsınız, heç zaman incitməyəcəklər sizləri, heç zaman o qəlbiniz, zehniniz o bulanmayacaq. Əziz videonun sonuna gəldim. Ümidvaram ki, o video sizin üçün faydalı oldu. Video haqqında o bir sualınız, o bir müzakirə etmək istədiyiniz o bir məsələ olarsa, rəyləri sizləri çox gözləyirəm və əlavə olaraq o sizdən xahişim ondan ibarətdir ki, kanalıma abunə olmağı, bildirimləri açmağı və rəylərdə aktiv olmağı unutmayaq.